Qorxusu da var. Qorxu da var lantıram inşallah. Ama hesabda var lantıram. Mən nəzər edəm lan inşallah. Qorxusu da fıla gedər. Eşitmisiniz bir nəfər qorxanda aparırlar Bətçiyana. Sizin nəzərinizdə niyə bu cür bir iş görərlər? Bura gözəl Təbrizimizin Bətçilər məhəlləsidir. Bismillahirrahmanirrahim. La ilahe illallah huvel hayyul qayyum. La tağzı. Mumyayı da verdim atasa. 3 gün mumyaya. Şimdi gizlatdı zəfranla reyhan tutmuş. 4 dağısı 3 gün gizəyiş. Allah Muhammed Ali Fatıma Həsən. Bu işi 2 Hacı Mehdad əncam verdilər. Təbrizdə adına bətçılıq deyirlər. Amma Mehdad, siz nə iş gördünüz indi? Bətçilik elədim. Əsəbdə məlan tutdum. Qorxu bədəndən çıxdı. Adam ki, əvvəldə qorxu, insanda necə toyuqda ödələ insanda da vardı. O dağılsa bədənə zəhr dağıla bədənə. Vardı məsaniyə, adam insan qorxanda duz yalasa və dəhşiyə geçsə o öd səbr öd bədəninə zəhr rəfələr daxilələr gələ 700 ilcə dolar. 7 qarnidir biz bu iş diyor. Edəm Hacı Mahmud ağa bətçi, Hacı Haşim bəndiçi, Hacı Qulam Hüseyn ağa bəndiçi, Hacı Məmməd və Hacı Yusuf. Hacı Mehdad, siz burada yazmısınız 20.000 tümən. Çox az pul alısınız. Niyə bu cür az? Nəzərimiz xidmət eləməkdir. Nəzərimiz pul almaqdır. Siz əzizlər bu işə görə nəzərlərinizi kommentlərdə bizlərlə paylaşın.